İran coğrafyasının tarixi təcrübədən gələn təsdiq ilə üstünlükləri demək olar ki, tarixin bütün dövrlərində İrana effektiv imkanlar yaradıb ki, samballı müqavimət göstərə bilsin. İran coğrafyasının strateji üstünlüklərini bir müqavimətə çevirmək imkanı verib və xüsusilə qərbdən gələn özünü dünya imperiyası, ümumbəşəri imperiya adlandıran qərb, Avropalı imperiyalara qarşı uğurlu, effektiv müqavimətin göstərilməsinə, təşkil olunmasına imkan yaradıb. İran coğrafyasının strateji üstünlükləri. Bu üstünlüklər əsasən arid kontinental iqlim qurşağında suya ehtiyacı olan, suya həssas və yaxud su çatışmazlığı ilə quru iqlim tipində tropik, subtropik iqlimin verdiyi çətin şərait və bu şəraitə uyğun suvarma əkinçiliyinə, kanal əkinçiliyinə söykənən, əsaslanan təsərrüfat tipinin formalaşması və bu təsərrüfat tipinə uyğun dini, əxlaqi, mistik, mənəvi dünya görüşünün bir ictimai şuurun formalaşması həm də qərbli imperiyalara qarşı bir şuurlu əqli müqavimətin də formalaşmasına gətirib çıxarıb. Xüsusilə Romalılar əlbəttə hərbi, strateji mənada İranda həm Parfiyalıların, həm Sasanilərin Romalılara qarşı, Bizanslara qarşı həyata keçirdiyi yandırılmış torpaq siyasəti və bu ərazilərdəki əkin-biçinin xüsusi təşkil olunmuş şəkildə suvarma kanalları ilə, yəni bir nəfərin işi olmadığı, təşkilati, sistemli şəkildə kütləvi ictimai hadisə olduğunu, təşkilatlanma tələb etdiyini nəzərə alsaq, burada yandırılma böyük bəladır, katastrofdur, fəlakətdir. Yəni yandırılmış torpağı qoy yandırsınlar, mən təzədən əkərəm eləməklə olmur. Çünki burada suya ehtiyacı olan bir ərazidir, arid qurşaqdır, arid kontinental tipdir. Və bu qarşı tərəfə çox ciddi, ölümcül şərait yaradır. Buna görə Romalılar məcbur idilər ki, özləri ilə 10.000 tonlarla ərzağı, buğdanı, həm heyvanlar üçün, atlı süvari dəstələri üçün, həm öz filləri üçün, həm əskərlər üçün, piyadalar üçün daşımaq məcburiyyətində idilər. Böyük ordu və böyük bu yükləri daşıyan heyvanlar lazım idi bunlar. Müxtəlif eşşəklərdən istifadə edirdilər, dəvələrdən istifadə edirdilər yenə də. Bunların üçün də yem daşımaq məcburiyyətində idilər. Çünki bilirdilər ki, Parfiyaya girsələr, Arşaki sülaləsi bütün torpaqları yandıracaq. Sasanilərə girsələr, Sasanilər bütün torpaqları yandıracaq. Orada heç nə tapa bilməyəcəklər. Suya ehtiyacı olan ərazilərdir. Buna görə də böyük bir ordunun sürəti azalırdı və bu imkan verir ki, qarşı tərəfin, kəşfiyyat edən tərəfin, qarşı tərəfin sənə qarşı müqavimətini, yeri müəyyən etməsinə, o yerdə həmin yeri hazırlasın, səninlə döyüşə hazırlasın, o yerdə çox samballı, effektiv puskular qursun. Sənin sürətinin az olması onlar üçün, yəni qarşı tərəf üçün, İran üçün çox gözəl imkanlar açırdı. Və bu arid qurşaq tipinə uyğun mistik dünya görüşü də İran insanlarının, İran əhalisinin Romalılara inteqrasiyasını da məhdudlaşdırırdı. Romalılar buna inteqrasiya insanları cəlb edə bilmirdilər. Zərdüşti təfəkkür mane olurdu ki, onların gətirdiyi müxtəlif
hegedonist deməli Allahları qəbul etməyə imkan vermirdi. İranı kontrol altına almağı demək olar ki, tam kontrol altına almağı bacarmış iki qərbdən gələn iki imperiya. Biri qeyri-Avropalıdır. Ərəblərin yürüşləri və ərəblər əslində elə yuxarı aşağı eyni coğrafiyada yaşayırdılar və bəlkə daha arid ərazidə yaşayırdılar. Suvarmadan xəbərləri olmayan insanlar idilər, lakin təklif etdikləri din elə həm Zərdüşti, həm Mesopotamiya, həm Şumer, həm Yegipt, Misir, Levant, Ön Asiya xalqlarının quru, arid dünya görüşünün, təsərrüfat tipinə mənsub dünya görüşünün ümumiləşmiş bir məcmu cəm halı idi, bir İslam. Yəni elə Zərdüştiyə müxtəlif istiqamətlərdə yaxınlaşan bir təfəkkür təklif edirdilər və həm də Sasanilər artıq özünün quldarlıq dövrünün artıq sonu idi və bu tək Sasanilərin yox, ümumiyyətlə quldarlığı təmsil edən hər şeyin sonu idi. Şəhərlər özləri qapıları açırdılar dehqanlara qarşı ki, ərəblər gəlsinlər, girsinlər ya. Və hətta bununla belə ərəblər yenə də İranı özlərinin istədiyi təfəkkürdə, yəni quru İslam, quru Quranda yazılmış tamamilə quru şəkildə deməli kontrol altına ala bilmədilər və müasir dövrdə həmin şiəliyin hətta siyasi hakimiyyətə gəlib çıxmasında da elə İranın bu şuur müqavimətidir ki, İran bu İranlığını özündə saxladı və heç vaxt Quranın dediyi quru İslam olmadı. Ərəblərin istədiyi kimi Omayyad, Əməvi İslamı olmadı və özünün Mesopotamik, Əşəri, Mötəzilə, əqli, şeirsəl, şeirlərlə, ədəbiyyatla zənginləşdirilmiş, müxtəlif literatur bənzətmələrlə, məcazlarla, meyxanələrlə özünə məxsus bir İran təfəkkürü yaratdı. Və Bizansa qarşı, Osmanlıya qarşı eyni müqaviməti biz yenə də, eyni strategiyanı biz görə bilirik. İranda möhkəmlənə bilmədilər və Mesopotamiyanı nəzarət altına alıb İrandan qopara bilmədi. Bizans deməli Osmanlı imperiya İranı keçib Orta Asiyaya çata bilmədi, ələ çatmadı, çünki İranı keçmək Osmanlı imperiyasının tarixinin sonuna qədər mümkün olmadı və təxminən Fərat çayının qərbi və şərqi, Fərat çayının qərbi indi də başqa təfəkkürdə, başqa dildə, başqa düşüncə tərzində olan insanlardır. Yenə də hətta müasir Türkiyə Respublikası özünün etatist, kemalist siyasətini 70-80% şərqinə qədər, yəni Fərat çayının qərb sahillərini ehtiva edərək yaya bilir, orada möhkəmləndirə bilir, institutlaşdıra bilir təfəkkürlərdə, amma Fəratdan şərqdə isə yenə də etatizm düşüncə tərzində qalib gələ bilmir, inzibatçılığa əl atır, inzibatçı yollarla yalnız orada möhkəmlənmək hələ ki mümkündür və heç təsadüfi deyil ki, PKK-nın da müxtəlif Ələvi qrupların da həmişə uğurlu müqavimət göstərdiyi ərazi Fəratdan şərqdəki ərazilərdir. Baxmayaraq ki, Ələvilərin xüsusilə Ankaraya qədər, hətta 20-ci əsrin 70-ci illərində ODTÜ, Ankarada olan digər məhəllələr, Mamak adında bir məhəllə var. O məhəllə xüsusilə Ələvi məhəlləsi kimi
müqaviməti ilə məşhur idi. Ülgücü deyilən o ülkücülərə, o millətçilərə, sağçılara müqaviməti ilə məşhur idi və heç vaxt da kontrol altına alına bilmədi. Bunu inzibati yolla artıq dövlət müdaxilə elədi sağçıların tərəfini saxlamaqla. Və bu Anadolunun qərb hissəsi Roma üçün də, Bizans üçün də, Aleksandr üçün də çox asanlıqla əldə edilən qələbələr hesabına, heç döyüşsüz təslim olan şəhərlər hesabına baş verirdi. Lakin Anatoliyanın artıq şərq hissəsi daha çətin və Mesopotamiya isə olduqca ağır, çətin ərazi idi qərbdən gələnlər üçün. Bugün özünü Roma imperiyası kimi qələmə verməyə çalışan, ümumbəşəri güya dəyərləri, bütün coğrafiyaları aparmağa çalışan Amerika Birləşmiş Ştatları, hətta özünün forpostu İsrail ilə birlikdə yenə İrana müdaxiləyə cəhd etdi. Keçən ildə cəhd etdi, yəni 2025-ci ildə, 2026-cı ildə çox geniş masştablı, geniş miqyaslı müharibə ilə. Lakin buna baxmayaraq yenə də İran öz coğrafiyasından, öz coğrafiyasının verdiyi imkanlardan, Hörmüz boğazından, əlində olan təsir rıçaqlarından çox effektiv istifadə edərək nəinki ciddi müqavimət göstərdi, hətta qarşı tərəfə müasir Roma imperiyasının iqtisadiyyatına ciddi zərbə vuracaq addımlar atdı, xüsusilə Hörmüz ətrafında. Yəni heç vaxt cəsarət edəcəyinə dünyanın inanmadığı bir addımı, Hörmüz boğazını tamamilə gəmiləri üçün məhdudlaşdırdı. Heç bir gəmiyə icazə vermədi keçsin. Yəni bunu edəcəyinə dünya inanmırdı və İran artıq özünün sağ qalmaq üçün hər şey edəcəyini göstərdi və bugün də qərbdən gələn Roma imperiyası, müasir Roma imperiyası İranın nə bütövlüyünə bir şey eləyə bilmədi, əksinə İran daha bütün şəkildə çıxdı müharibədən. Müharibədən əvvəl onun parçalanmasının mümkün olacağını düşünürdülərsə, indi İran insanlarının şuuru yeknəsək bir şuurda olduğu üçün arid, kontinental qurşaq, kontinental tipdə bir düşüncə tərzidir, dünya görüşüdür. Bu dünya görüşü onların komplektasiyasını, onların bir mərkəz ətrafında birləşməsini təmin edir və dövlətin də əslində gücü bu ideoloji məsələdir. Birlikdə çıxış etməkdir. Və İranın hələ ki Hörmüzdə uğurlu müqaviməti çox güman ki Qərblə onun arasında tarixi təcrübədə olduğu kimi həm Roma ilə, həm Osmanlı ilə, həm Bizansla tarixi təcrübədə olduğu kimi İranı nəzərə alan bir razılaşmaya gətirib çıxacaq. Razılaşma ilə yəqin ki nəticələnəcək bu Qərblə olan bu toqquşma bütün Amerika Birləşmiş Ştatlarının uzun mənzilli okeanda gəmilərinə, təyyarə daşıyan gəmilərinə baxmayaraq, yəni ada rolunu oynaya biləcək bir gəmilərdir. Uzun mənzilli raketlərinə baxmayaraq və havada müdafiə sistemlərinə baxmayaraq, İran yenə öz coğrafiyasının verdiyi strateji imkanlardan, üstünlüklərdən uğurla istifadə edir və effektiv müqavimət göstərməkdə davam edir. Hətta miladi 21-ci əsrdə belə.